Qarabağ komandası növbəti transferi həyata keçirib 26 yaşlı Qambiyalı hücumçu Zakariya Savonu heyətinə qatıb. Əldə etdiyimiz məlumata görə futbolçu ilə 3 illik müqavilə imzalanıb. Buna görə də onun klubuna, yəni Yurgerden klubuna təzminat ödəniləcək. Bu keçid Ağdam klubuna ümumilikdə 1,5 milyon manata, yəni 800 min avroya başa gəlib. Razılığa əsasən qarşı tərəfə bugünkü məzənnə ilə 1 milyon manat məbləğində sabit ödəniş həyata keçiriləcək. Qalan məbləğ isə əlavə bonuslar şəklində ödəniləcək. Xatırladaq ki, bundan öncə Qarabağ mayın 18-də Fransalı Winger Jali Muaddibi transfer etdiyini açıqlamışdı. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirəm. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.